Xoş gəldiniz. Mən Bayram. Bu gün çoxunuzun ağlındakı o suala cavab tapırıq. Cəmi bir neçə il sonra, yəni 2030-cu ilə qədər Azərbaycan necə bir yer olacaq? Bu sadəcə təxmin deyil, rəsmi proqramlar və texnoloji trendlərin göstərdiyi real gerçəklərdir. Gəlin başlayaq. İlk böyük dəyişiklik nəfəs aldığımız havada və sürdüyümüz maşınlarda olacaq. Azərbaycan 2030-cu ilə qədər yaşıl artım ölkəsi olmağı hədəfləyir. Bu nə deməkdir? Bakı və digər böyük şəhərlərdə benzinli avtobuslar tamamilə yox olacaq. Onları elektrikli və hidrogenlə işləyən nəqliyyat əvəz edəcək. Küçələrdə hər addımbaşı elektromobil doldurma məntəqələri görəcəyik. Əgər gələcəkdə maşın almaq fikriniz varsa, hələ indidən elektrik modellərinə başlayın. İkinci böyük dəyişiklik cibimizdəki pullardır. Artıq dünyada rəqəmsal valyutalar dövrü başlayıb və Azərbaycanda da rəqəmsal manat layihəsini sınaqdan keçirir. 2030-cu ildə bəlkə də pul kisəsi daşamayacaq. Hətta klassik kartlar da köhnələcək. Bütün ödənişlər tamamilə rəqəmsal kodlar və biometrik üz tanınma sistemləri ilə idarə olunacaq. Və ən qürurverici hissə Qarabağ. 2030-cu ildə Qarabağ və Şərqi Zəngəzur tamamilə sıfır emissiyalı, yəni təbiəti heç çirkləndirməyən yaşıl enerji zonasına çevriləcək. Ağdam, Füzuli, Şuşada evlər süni intellektlə idarə olunacaq. Kənd təsərrüfatında dronlar və robotlar, traktorlar işləyəcək. Bəlkə də bir çoxunuz gələcək iş yeri elə oradakı yüksək texnoloji şirkətlər olacaq. Gələcək çox sürətlə gəlir və qalib gəlmək üçün rəqəmsal bacarıqları indidən öyrənməliyik. Bəs siz 2030-cu ilə qədər Azərbaycanda hansı dəyişiklikləri gözləyirsiniz? Texnologiyalar necə dəyişəcək? Rəylərə yazın, videonu bəyənməyi və Bılğı kanalına abunə olmağı unutmayın. Gələcəkdə görüşənədək.